qız bürcü haqqında çox şey deyiblər. Amma heç kim onların istedadları haqqında bu qədər açıq deməyib. Bu video qız bürcü deyən kimi ağla gələn sakit, soyuq, tənqidçi obrazını tamamilə dağıdacaq. Çünki qız bürcünün elə istedadları var ki, özləri belə bəzən bunun fərqində olmur. Əgər qız bürcüsənsə, bu video səni özünə heyran edəcək. Əgər həyatında bir qız bürcü varsa, onu indi daha yaxşı anlayacaqsan. Və axıra qədər bax. Çünki son istedad qız bürcülərinin ən güclü, amma ən gizli tərəfidir. Birinci istedad detalları oxumaq bacarığı. Qız bürcü görmədiyini görür. Bir otağa girir, heç kim fərqinə varmır. Amma qız bürcü sənin səs tonundakı dəyişimi, gözlərindəki yorğunluğu, bir cümlədəki uyğunsuzluğu dərhal hiss edir. Bu istedad onlara güclü analiz, insanları tez tanımaq, təhlükəni əvvəlcədən hiss etmək qabiliyyəti verir. Və əgər sən də mən insanları tez oxuyuram deyən qız bürcüsənsə, şərhlərdə bir ürək qoy. İkinci istedad, səssiz liderlik. Qız bürcü heç vaxt mən rəhbərəm deməz. Amma işlər onun ətrafında düzülər. Onlar sistem qurur, qayda yaradır, xaosu sakitcə nizama salır. Və maraqlısı budur ki, insanlar çox vaxt fərqinə varmadan qız bürcünü izləyir. Bu istedad qız bürcülərini işdə vazkeçilməz. Komanda da əsas sütun, görünməz lider edir. Üçüncü istedad emosional zəka. Amma bunu göstərmirlər. Qız bürcü çox duyğuludur. Sadəcə bunu reklam etmir. Onlar sənin yerinə düşünür. Səni incitməmək üçün susur. Öz ağrısını gizlədib başqasına dayaq olur. Bu istedad onların münasibətlərdə dərin, dostluqlarda sədaqətli, həyatda isə ağıllı edir. Dördüncü istedad problem həll etmə ustalığı. Bir problem var, hamı panikadadır, qız bürcü sakitcə deyir, bir dəqiqə gəlin bunu hissələrə bölək. Onlar problemi xırdalayır, səbəbi tapır, praktik çıxış yolu göstərir. Bu istedad ən çətin anlarda qız bürcünü qurtaran insana çevirir. Beşinci istedad dizayn, estetika, zövq. Qız bürcü estetikanı çox sevir. Minimal, təmiz, səliqəli. Onların zövqü qarışıq deyil, göz yormur. Sadə, amma təsirlidir. Bu səbəbdən dizayn, yazı, moda, kontent yaratmaq sahələrində təbii istedadlıdırlar. Altıncı istedadları özünü təkmilləşdirmə maniyası. Qız bürcü heç vaxt beləyəm də deməz. Onlar daim özünü tənqid edir, inkişaf axtarır, daha yaxşı versiyasını qurur. Bəli, bəzən bu onları yorur, amma bu istedad onları zirvəyə daşıyır. Yeddinci istedad susub hamını keçmək. Qız bürcü səs-küy yaratmaz, planını paylaşmaz, şikayət etməz, sadəcə işini görər. Və bir gün baxarsan ki, hamı yerində sayır. Qız bürcü isə çoxdan irəlidədir. 8-ci istedad enerjini qorumaq. Qız bürcü hər kəslə dost olmaz. Hər yerə getməz, hər söhbətə açılmaz. Bu onların enerji qoruma instinktidir. Və bu istedad sayəsində toksik insanlardan uzaq durur. Özünü tez tükətmir, iç balansını qoruyur. 9-cu istedadı isə sözü ilə dərman olmaq. Qız bürcü az danışır, amma danışanda yerinə düşər.
Onların bir cümləsi səni sakitləşdirə bilər. Qərar verməyə kömək edər, ruhuna toxunar. Bu istedad çox dərin və nadirdir. 10-cu istedad səssiz güc və ən vacibi. Qız bürcünün gücü səssizdir. O bağırmır, özünü sübut etməyə çalışmır. Amma düşəndə qalxmağı bilir, dağılanda yenidən qurmağı bacarır və heç kim bilmədən güclənir. Əgər bu istedadlardan ən azı ikisi səndə varsa, şərhlərdə bir ürək qoy. Səni görək, qız bürcləri. Bu video səni anlatdısa, abunə ol. Çünki burada bürclərin heç yerdə danışılmayan tərəflərini paylaşırıq. Və şərhlərdə yaz, qız bürcü olmaq gücdür. Görək neçə nəfər razıdır.